Xəzər dənizinin sakit görünən suları altında böyük bir strateji güc gizlənir və məhz bu güc bugün Azərbaycanı regionun ən güclü dəniz müdafiə sistemlərindən birinə sahib ölkəyə çevirir. Təsəvvür edin ki, hər kəs qurudan və havadan danışarkən Azərbaycanın təhlükəsizliyinin ən səssiz, amma ən ölümcül qalxanı məhz dənizdən gəlir. Bu video boyu siz Xəzər sahillərində qurulan bu görünməz divarın necə işlədiyini, hansı texnologiyalara əsaslandığını və niyə Azərbaycanın sahil müdafiəsinin region üçün oyun dəyişdirən güc hesab edildiyini açıq və faktlara söykənən şəkildə öyrənəcəksiniz. Azərbaycan üçün Xəzər dənizi sadəcə su hövzəsi deyil. Bu dəniz enerji təhlükəsizliyi, ticarət yolları, strateji obyektlər və milli suverenlik deməkdir. Məhz buna görə Azərbaycan sahil müdafiəsi illər ərzində sistemli şəkildə gücləndirilib və bugün artıq sadə patrul səviyyəsindən çıxaraq inteqrasiya olunmuş yüksək texnoloji müdafiə şəbəkəsinə çevrilib. Sahil mühafizəsi və hərbi dəniz qüvvələrinin birgə fəaliyyəti nəticəsində Azərbaycan Xəzərdə tam nəzarət konsepsiyasını tətbiq edir. Bu konsepsiya isə müşahidə, erkən xəbərdarlıq, sürətli reaksiya və dəqiq zərbə imkanlarını özündə birləşdirir. Sahil boyunca yerləşdirilən radar sistemləri Xəzərin böyük bir hissəsini fasiləsiz izləyir. Bu radarlar istənilən şübhəli hərəkəti real vaxt rejimində aşkarlayaraq komanda mərkəzlərinə ötürür. Eyni zamanda elektro-optik müşahidə sistemləri gecə və pis hava şəraitində belə hədəflərin izlənməsini təmin edir. Lakin müşahidə tək başına kifayət deyil. Əsas güc cavab verməkdədir və məhz burada Azərbaycanın sahil müdafiə raket sistemləri ön plana çıxır. Azərbaycan ordusunun arsenalında olan sahil əsaslı raket kompleksləri dənizdəki hədəfləri yüksək dəqiqliklə məhv etmək üçün nəzərdə tutulub. Bu sistemlər gəmilərə qarşı ciddi caydırıcı rol oynayır və potensial təhdidlərə açıq mesaj verir. Xəzərdə nəzarət Azərbaycandadır. Sürətli hücum katerləri və müasir patrul gəmiləri sahil həddi boyunca daimi döyüş növbətçiliyi aparır. Bu gəmilər yüksək manevr qabiliyyəti, müasir rabitə sistemləri və silahlanma ilə təchiz edilib. Nəticədə istənilən pozuntuya saniyələr içində cavab vermək mümkün olur. Sahil müdafiəsinin başqa bir mühüm elementi isə pilotsuz sistemlərin tətbiqidir. Azərbaycan artıq dəniz üzərində kəşfiyyat və müşahidə məqsədli pilotsuz uçuş aparatlarından istifadə edir. Bu isə insan riskini azaldaraq əməliyyat effektivliyini artırır. Xəzər dənizi üzərində qurulan bu müdafiə strukturu təkcə hərbi xarakter daşımır, eyni zamanda enerji infrastrukturlarının, neft platformalarının, boru kəmərlərinin və limanların təhlükəsizliyini təmin edir. Bu obyektlərə qarşı hər hansı təhdid dövlət təhlükəsizliyinə birbaşa zərbə deməkdir və Azərbaycan bu riski minimuma endirmək üçün qabaqlayıcı strategiya tətbiq edir. Müntəzəm hərbi təlimlər sahil müdafiəsinin döyüş hazırlığını daim yüksək səviyyədə saxlayır. Bu təlimlər zamanı real senarilər üzrə müdaxilə, hədəf aşkarlanması və zərbə mexanizmləri sınaqdan keçirilir. Nəticədə şəxsi heyətin peşəkarlığı və sistemlərin uyğunluğu daha da artır. Beynəlxalq əməkdaşlıq da bu sahədə mühüm rol oynayır. Azərbaycan dost ölkələrlə birgə dəniz təhlükəsizliyi üzrə təcrübə mübadiləsi apararaq sahil müdafiəsini daha çevik və effektiv hala gətirir. Bütün bu faktlar onu göstərir ki, Azərbaycan sahil müdafiəsi sadəcə müdafiə xətti deyil. Bu, Xəzərdə sülhün, sabitliyin və milli maraqların qorunması üçün qurulmuş stratejik gücdür. Səssiz, amma qətiyyətli, görünməz, amma təsir edici. Məhz buna görə dənizdən gələn güc ifadəsi bu sistemin mahiyyətini tam əks etdirir. Çünki Azərbaycan bugün Xəzərdə yalnız mövcudluq göstərmir, o Xəzərə nəzarət edir və gələcəyə doğru bu nəzarəti daha da gücləndirir. Əgər bu cür dərin və real müdafiə analizlərini bəyənirsinizsə, kanala abunə olun ki, daha güclü və keyfiyyətli videolar hazırlaya bilim.